Əmlakçı kanalının izləyiciləri, uzun müddətdir sizlə belə üzbəüz videolarımız yoxdur. Bunun təbii ki səbəbləri var. Bir özüm başı, deməli bu məhkəmə işlərinə qarışıb, böyük bir təşkilatlardan birindən indi yekunlaşsın o barədə məlumat verər. Həm də tikinti işinlə bağlı başımız qarışmışdı deyə belə üzbəüz videolarımız olmurdu. İndi imkan olduqca paylaşırdım. Videolarımız çox olacaq, suallar çoxdur. Ən azı bir 15-20 videonu planlaşdırmışıq çəkməyə. İnşallah vaxt eləyib çəkərik. Amma bu müddətdə bəzi bizim kanalın izləyicilərinlə görüşdüm. Onların maraqlı bir fikirləri var. Deməli, bir dinləyicimizlə görüşdüm. Bunun deməli babasından ya atasından qalan bağ torpaqları var. Əlində sonradan sənəddir. Bu adam başlayıb bu sənədləri axtarmağa. Ora gedirlər, bu sənəd yoxdur. Bu arxivə müraciət edir, bu sənəd yoxdur. Həmişəki kimi. Deməli, adam nə edib? Dövrümüzdə populyar olan bu sünni intellektdən istifadə edib. Məhkəmə portalı var. Həmin orada məhkəmə qərarlarını, adları, soyadları, müəyyən informasiyaları gizlətməklə qərarları paylaşırlar. Deməli, adam sistemini inteqrasiya elətdirib süni intellektə və onun vasitəsilə həmin bağçılığın ərazisinə aid olan bütün məhkəmə işlərini çıxardıb üzə. Maraqlı informasiyalar tapıb. İndi mənə verdiyi məlumatlara görə bəzən bələdiyyə torpaqlarla bağlı müraciət edəndə deyirlər ki, bələdiyyə torpaq ayrılması barədə məlumat yoxdur bizdə. Hətta Hacıbala Abutalıbovun müəyyən rayonların ərazisindəki bələdiyyələrə ayrılan sərəncamlarla bağlı məlumatları da əldə edib. İndi o araşdırmada da məhkəməyə müraciət edib. İnşallah yekunlaşsın. Demişəm onunla da bir video çəkəcəyik. Süni intellekt və məhkəmə prosesləri. Bu barədə maraqlı bir videomuz olacaq. Bugün nədən danışmaq istəyirəm? Hərdən boş vaxtım olanda sosial şəbəkələri izləyirdim, elanlara baxırdım. Maklerlərin dırnaq arası da, əslində makler yaxşı bir peşədir, vasitəçidir. Amma bizim dırnaq arası maklerlərin yalanlarından danışmaq istəyirəm. Məşhur yalanlarından biri var. Bir də görürsünüz, bir elan paylaşırlar, yazırlar ki, bəs paket sənəd, paket kupça və ya bir video paylaşır, belə, sənədləri belə, bəs buranın paket sənədi var, hər şey hazırdır, paket kupçası var. Ümumiyyətlə, elə bir sənəd yoxdur. Kim ki sizə deyir ki, paket sənəd nədir, paket sənədim var, paket kupçam var, deyir, qardaş, bir göndər görək o sənəd nədir. Adətən bu sənədlər nə olur? Hansısa bir qiymətləndirmə təşkilatı gəlib evi və ya torpağı qiymətləndirib, ev varsa gəlib orada müəyyən evin belə deyək, memarlıq planlaşdırma hissəsini çəkibdir, yəni layihəsini çəkib xalq dilindən desək. Və digər sənədlər, arayışlar var, müxtəlif kommunal xidmətlərdən arayışlar var. Lakin dövlətin əmlakı tanımaqla bağlı sizin rayonlarda, şəhərlərdə, notariuslarda rahatlıqla alqı-satqı eləyə biləcəyiniz sənədlər yoxdur. Bu, ən böyük yalanlardan biridir. Paket sənəddir, paket kupçadır. Yoxdur elə bir sənəd. Dövlətimiz reestr xidmətinin verdiyi sənədləri tanıyır. Ondan əvvəl müəyyən sənədlər olub, orderlər olub, bələdiyyə şuralarının qərarları olub, rayon icra hakimiyyətlərinin sərəncamları olub, xalq deputatları sovetlərinin qərarları olub. Yəni, bu əvvəlki sənədlər var, onların da mütləq arxivdə kökünü araşdırmaq lazımdır. Mən sizə bəzi sənədlərdən nümunə göstərəcəm ki, hansı sənədlərlə rahatlıqla alqı-satqı eləyə bilərsiniz. Deməli, başlayaq torpaq sahəsindən bağlı. Bax, dövlətimiz torpaq sahəsindən bağlı belə bir çıxarışı olur. Bu, torpaq sahəsinin çıxarışıdır. Torpaq sahəsinin çıxarışında torpaq sahəsinin kateqoriyası, ev tikmək üçün təbii ki, alırsınız yaşayış məntəqələri, torpaqları, hüquq növünü göstərir. Burada istifadə, icarə ola bilər. Çalışın ki, mülkiyyət alasınız və mülkiyyətin növünü göstərir. Burada 3 mülkiyyət növü var. Xüsusi, dövlət, bələdiyyə. Əgər rahatlıqla ev tikmək istəyirsinizsə, mən sizə xüsusi mülkiyyət torpaq sahəsini almağı tövsiyə edirəm. Torpaq sahəsindən bağlı digər bir sənəd torpaq sahəsinin plan və ölçüsüdür. Bu, texniki sənəddir. Yəni, nə deməkdir? Torpağın koordinatları naturada, yerində hansı koordinatlardır, o sizə göstərir. Rahatlıqla torpaq sahənizin yerini, belə deyək, yerində, naturada təyin edə bilərsiniz. Bu, sırf torpaq sahəsindən bağlı sənədlərdir. Gələk digər tərəfdən, deməli, fərdi evlərlə bağlı. Fərdi evlərlə bağlı, indi artıq çıxarışları bu köhnə çıxarış olduğuna görə
çıxarışlar bir neçə ildir elektron formada verilir. Ona görə əksəriyyət vətəndaşlara belə QR kodla çıxarışlar verirlər. Bunu siz görürsünüz, QR kod köhnələrdə yoxdur, bu yenidədir. QR kodu oxumaqla və ya qeydiyyat reyestr nömrəsini yazmaqla siz çıxarışı da yoxlaya bilərsiniz. Bu isə belə deyək, bir fərdi evin çıxarışıdır. Fərdi evin çıxarışı burada deməli torpaq sahəsindən məlumatla bir yerdə, həmçinin ev barəsi də görürsünüz, xüsusi mülkiyyətdir və sahəsi göstərilir bu evin. Digər bir tərəfdən fərdi evlərin belə texniki pasportu olur. Bu görürsünüz mavi rəngdə olur. Mənzillərdə bəri başdan deyib belə çəhrayı sarı qarışıq bir rəngdə olur. Ancaq fərdi evlərdə mavi rəngdə olur. Ona görə siz onu fərdi evinkilə gətirib mənzili göstərəndə və ya mənzilinkilə gətirib fərdi evinki olanda diqqətli olun. Bu barədə yanılmayasınız. Çünki burada da yazılıb. Görürsünüz, fərdi yaşayış evi, burada isə qeyd olundu mənzil. Digər bir tərəfdən texniki pasportda da həmçinin axırıncı səhifəsində yeni texniki pasportlarda adətən torpaq sahəsinin koordinatları göstərilir. Baxın, burada torpaq sahəsinin koordinatları göstərilir. Evin tikilməsi barədə, torpaq barədə, ümumiyyətlə görüntü barədə məlumatlar əks olunur. Bu fərdi evin sənədləridir. Mənzillə bağlı eyni yenə həminki kimi çıxarışlardır və texniki pasportlardır. Texniki pasportda da burada koordinatlar göstərilmir. Burada ancaq ümumi kompleks göstərilir, otağın vəziyyəti göstərilir, orada sahələr göstərilir və ümumi komplekslə bağlı məlumat göstərilir. Digər bir tərəfdən nəyi vurğulamaq istəyirəm? Artıq bilirsiniz ki, bir çox bayaq vurğuladım, sənədlər artıq elektron şəkildə verilir. Yəni siz reyestr xidmətinə müraciət etdikdə sizə hər hansı bir sənədin belə elektron nəyə görə deyirəm? Bir dinləyicimiz sual vermişdi ki, müəllim, mən getdim, bəs əmlakdan mənə çıxarış və texniki pasport verdilər. Ancaq deyir, videolarda göstərildiyi kimi, sizdəki kimi onlar sarı rəngdə deyil, kopyasını veriblər. Yenə vurğulayıram dostlar, artıq bütün yeni sənədlər belə kopya şəklində verir. Telefonunuza SMS şəklində gələcək, hansı telefon sistemində qeyd olunub. Hamısında da belə QR kodlar olur. QR kodlarla olmaqla bunlar artıq bir növ kağıza qənaət etmiş olurlar. Artıq belə yüksək keyfiyyətli kağızlardan istifadə etmirlər. QR kod şəklində bu məlumatlar göndərilir, deməli, sizin telefon nömrənizə linklə daxil olursunuz. İqtisadiyyat Nazirliyinin elektron xidmətlər bölməsində istənilən vaxtı çıxarışınızı və texniki pasportunuzu, texniki sənədinizi deyək, texniki pasport da ola bilər, plan ölçü sənədi də ola bilər, onları yoxlaya bilərsiniz. Bu videonun məqsədi nədən ibarət idi? Kim ki sizə Ayburanın paket sənədi var deyirsə, aldanmayın. Paket sənəd, paket kupça deyə bir şey yoxdur. Ümumiyyətlə, kupça rus dilində kəlmədir. Bu Çar Rusiyasından qalıbdır. Sovetlərə keçib, Sovetlərdən də bizim dilimizə keçibdir. Torpaq sahəsinin bayaq da vurğuladığım kimi mülkiyyət sənədləri və ya evlərin belə çıxarışlardır. Yəni, dövlət daşınmaz əmlakın dövlət kadastri reyestri publik hüquqi şəxsi həmin əmlakı qeydiyyata alır və o qeydiyyatdan, reyestrdən sizə belə bir çıxarış verilir. Bayaq da vurğuladım. Paket sənəd adı altında müxtəlif kağızları sizə təqdim edə bilərlər. Ancaq yenə deyirəm, əgər belə dövlət qeydiyyatlı sənədlər deyilsə, siz onlara inanmırsınız. Ola bilər, ardıcıllıqla deyirəm, Xalq Deputatlar Sovetinin qərarı ola bilər, rayon icra hakimiyyətlərinin sərəncamı ola bilər, bələdiyyələrin qərarı ola bilər, bələdiyyə şurasının belə deyək, kollektiv qurum olduğuna görə. Bu sənədlər ola bilər və ya orderlər ola bilər mənzillərlə bağlı Sovet dövrünün və ya köhnə qeydiyyat vərəqəsi ola bilər. Bu sənədlər ola bilər. Amma bu sənədlərin də mütləq arxivdə kökünü yoxlatdırın. Sonra kökü olandan sonra siz ilkin alqı-satqı müqaviləsi eləyə bilərsiniz və ya birbaşa alqı-satqı müqaviləsi eləyə bilərsiniz. Deməli, bugünlük bu qədər. Nə sualınız olsa WhatsApp-dan 051 874 95 34 nömrəsinə göndərə bilərsiniz. Növbəti videolarda görüşənədək hələlik.